Salam əziz dostlar, mən Eldar Kərimov, ərəb dili dərslərimizdə xoş gördük sizləri. Bugünkü dərsimiz növbəti hərəkəmiz olan dammə haqqındadır. Bu hərəkənin digər adı da ötrə deyirik. Dammə hərəkəmiz əlifbamızda olan vav hərfinə bənzəyir. Hərfin üzərinə fəthə və kəsrə hərəkələrimiz kimi yazılır. Dammə hərəkəsi qalın hərflərə U, incə hərflərə isə U ilə Ü arasında səs verir. Burada verilən nümunələri oxuyaraq dammə hərəkəsi haqqında məlumatı daha bir yaxşı şəkildə öyrənməyə çalışaq. Uzinə, uxizə, əddubə, ərrubə, umira, hasunə, kəbura, ضعفə, kəthura, azumə, şukira, zukira, huşira, gulibə, cumi'a, vuzi'a, vusifə, vuridə, vurisə, vucidə, rusulu, suhufi, nuzilə, thulusu, xuliqa, yasifu, yeridu, yaqifu, yelidu, yecidu, yutafu, yuqalu, tusiru, ucibe, yu'idu. Gördüyünüz kimi, əziz dostlar, əvvəlki dərslərimizdə fəthə, kəsrə işarəsi, hərəkəsi haqqında sizə məlumat vermişdik və bugün də dammə, digər adıyla ötrə hərəkəsi haqqında da məlumat vermiş olduq. Və digər hərəkələrimiz kimi bu hərəkəmiz də o qədər çətin deyil. Çox rahat bir şəkildə oxuya biləcəksiniz və bizim də burada oxuyub göstərdiyimiz kimi siz də özünüz bir neçə dəfə oxumağa çalışın və əminəm ki, sizin üçün də rahat olacaq. Bəli, əziz dostlar, bugünkü dərsimizdə sizə eyni zamanda hərəkəsiz vav haqqında da məlumat vermək istəyirəm. Əvvəlki dərslərimizdə hərəkəsiz əlif və hərəkəsiz yə haqqında məlumat vermişdik. Bugün isə bu dərsimizdə hərəkəsiz vav haqqında məlumat veririk. Burada da göründüyü kimi hərəkəsiz vav özündən əvvəlki ötrəli hərfi, yəni damməli hərfi, bugün öyrəndiyimiz damməli hərfi bir əlif miqdarı uzadaraq oxudur. Qeyd edim ki, hərəkəsiz əlif özündən əvvəlki fəthəli hərfi bir əlif miqdarı uzadırdı. Yenə eyni zamanda hərəkəsiz yə haqqında məlumat vermişdik. O da özündən əvvəlki kəsrəli hərfi və bəzi zamanlarda da fəthəli hərfi bir əlif miqdarı uzadırdı. Bugün isə hərəkəsiz vav haqqında məlumat verəcəyəm. Artıq nümunələrdə hərəkəsiz vavın oxunuşu haqqında sizə dərsimiz daha yaxşı aydın olacaq. Ə'uzu, nə'uzu, əqulu, yəqulu, yəkunu, nuhu, lutu, hudu, ruhu, nuru, qalu, jabu, kanu, amilu, jalasu, yasumuna, tasumuna, yamutuna, yasumuna, ya'uduna, yeliduna, yasifuna, yeciduna, yaqifuna, yeriduna, خاشعون خالدون
xamidunə, səmidunə, raciunə, yuridunə, yumitunə, yuhitunə, yuqimunə, yucibunə. Əziz dostlar, gördüyünüz kimi burada fərqli və artıq getdikcə əvvəlki dərslərimizdə öyrəndiyimiz qaydaların da nümunələri verilməkdədir. Siz artıq burada daha mürəkkəb sözləri, mürəkkəb feilləri ərəb dilində olan istər isimlər olsun, istər sifətlər olsun, istərsə də feillər olsun, siz artıq onları rahat bir şəkildə bu dərsimizə qədər əgər davamlı olaraq ara vermədən dərsimizi yaxşı bir şəkildə izləməyə davam etmişsinizsə, artıq buraya qədər çox rahat bir şəkildə oxuya bilirsiniz deməkdir. Gördüyünüz kimi hərəkətsiz vav haqqında da sizə məlumat verdik. Onun oxunuşu haqqında nümunələri də gözdən keçirdik. Bugünkü dərsimizdə eyni zamanda sizə cəzm hərəkəsi haqqında da, cəzm işarəsi haqqında da məlumat vermək istəyirəm. Cəzmə eyni zamanda sükun işarəsi də deyilir. Burada da göründüyü kimi hərfin üzərinə qoyulur, özündən əvvəlki hərfi özünə bağlayır və eyni zamanda iki hərfi bir-birinə vuraraq oxudur. Bəli, əziz dostlar, burada verilən nümunələri oxuduğumuz zaman cəzm, başqa bir adıyla desək, sükun hərəkəsinin oxunuşu haqqında daha dərin bilginiz olacaq. İndi isə vaxt itirmədən burada verilən nümunələri oxumağa başlayaq. Ən, lən, ləm, key, izən, in, min, iz, zid, him. Qul, kun, xuz, mur, hum. Ni'mə, keyfə, bə'də, nəhnu, səvfə. İn yəqul, in təğfir. Mən mətə, mən samə, qad qamət. Ləm yəlid və ləm yuləd və ləm yəkun lən yəudə ləm yədxulu nəstə'inu muhtədunə ən'amtə aleyhim vəcədtum. Gördüyünüz kimi, əziz dostlar, cəzm, başqa adıyla desək, sükun hərəkəmizin oxunuşu haqqında da nümunələri gördük. Eyni zamanda səhifəmizin aşağı qismində İnşirah surəsi, Quran-ı Kərimin 94-cü surəsi olan İnşirah surəsindən seçilmiş ayələr verilmişdir. Burada ona görə bu ayələr verilmişdir ki, bu ayələrdə olan yazı şəkilləri, bu ayələrdə, bu ayədə keçən sözlərdə istifadə olunan hərəkələr haqqında bugünkü dərsimizə qədər məlumat vermişik və biz əvvəlki dərslərimizi də haqqını verərək öyrənmişiksə, davamlı olaraq dərslərimizi təkrarlamışıqsa, deməli, biz artıq Quran-ı Kərimdən olan bir ayəni, Quran-ı Kərimdən olan surənin ayələrini oxuya bilirik deməkdir. Əziz dostlar, mən burada ilk olaraq verilən ayələri bugünə qədər öyrəndiyimiz qaydalara uyğun olaraq, o qaydaları tətbiq edərək oxumağa çalışacağım. Məndən sonra da siz özünüz də bir neçə dəfə oxuyub təkrarlaya bilərsiniz. Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ələm nəşrah
leke sadrake ve vada'na anke vizrake ve rafa'na leke zikrake fe izâ feragte fensab. Bu şəkildə oxuyuruq. Qeyd edim ki, biz artıq bütün oxunuş şəkillərini və təcvid qaydalarını öyrəndikdən sonra buradakı və Quran-ı Kərimdəki ayələri çox rahat bir şəkildə təcvid qaydalarına uyğun olaraq oxumağa çalışacağıq. Təcvid qaydalarının içərisində idğam, izhar, ixva, bütün onları da tətbiq edərək oxumağa çalışacağıq. Ancaq indi oxuduğumuz forması sadəcə bu günə qədər öyrəndiyimiz qaydalara uyğun olaraq oxumağa çalışdıq. Bəli, əziz dostlar, bu dəfəki videomuzda sizə verəcəyimiz növbəti məlumat şəddə işarəsi haqqındadır. Şəddə hərfin üzərinə qoyulur, özündən əvvəlki hərfi özünə bağlayır və olduğu hərfi 2 dəfə oxudur. Yəni, üzərində olduğu hərfi 2 dəfə oxudur. Nümunələri səsləndirdikdən sonra artıq şəddə haqqında, şəddənin mahiyyəti və işi haqqında məlumatınız daha geniş olacaq. İndi isə vaxt itirmədən nümunələri oxumağa başlayaq. İnnə, ənnə, dəllə, rabdə, rabbə, şəddə, məddə, gəllə, fərra, sərra, alləmə, bəlləğa, səbbəhə, qaddərə, haddəsə, yuallimu, yubəlliğu, yusəbbihu, yuqaddiru, yuhaddisu, el-hakku, el-hayyu, qayyumu, kuddusu, eyyubu, rabbi, inni, anni, kuvvirat, qaddemet, saddeqat, yukezzibu, nüyessiru, yuferriqu, arraftum. Gördüyünüz kimi, əziz dostlar, şəddə haqqında nümunələri də oxuduq və yenə eyni səhifəmizin aşağı qismində yenə İnşirah surəsindən seçilmiş başqa ayələr var. Onu da şəddə hərəkəmizi də tətbiq edərək oxumağa çalışaq. Əlləzi ənqaza zahrəkə İnnə mə'al usri yusran. Bu şəkildə oxuyuruq. Burada bu günə qədər öyrənmədiyimiz sadəcə tənvin var. Onun haqqında da növbəti videomuzda ətraflı məlumat verəcəyik. Bugünkü videomuz bu qədər. Əziz dostlar, dərslərinizdə sizə uğurlar arzulayıram. Allah uğurlarınızı bol etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.